Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Qobustanda Gənclər Mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev mərkəzlə tanış olub. Bildirilib ki, gənclərin ilkin sənət və peşə vərdişlərinə yiyələnmələrini təmin etmək və bütövlükdə onların intellektual səviyyələrinin yüksədilməsi məqsədi ilə tikilən mərkəzdə ümumi lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərlə görüşlərini əks etdirən fotogüşə yaradılıb. Yetişməkdə olan nəslin daha çox maraq göstərdiyi peşələrin sirlərinə yiyələnmələri üçün mərkəzdə müxtəlif kurslar. Bugün Gənclər Sarayının Şekpoveri, əzizimiz Süleymanın qardaşı balasının xeyirşidir. Öz növbəmdə göz aydınlığı verirəm. Allah xoşbaxt eləsin. Toydan gözəl kadrları çəkib paylaşır. Zəngələ, zəngələ, o qara qıza zəngələ, o səni çox sevir, benden onu zəngələ. Zəngələ, zəngələ, o qara qıza zəngələ.